faciəsində həlak olan qəhrəmanlar xalq qəhrəmanları, millətimizin qəhrəmanlarıdılar. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Lakin eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var. Xalqımızın milli azadlıq, müstəqillik arzuları var. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır. Ümummilli lider Heydər Əliyev. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar dövlətçilik tariximizə qanla yazılsa da, azadlıq mübarizəmizin hüzündən çox qürur və qəhrəmanlıq səhifəsidir. 20 yanvar faciəsi Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, Sovet imperiyasının rəhbərlərinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq məqsədi ilə törədilmişdi. Başqa sözlə, bu qətliam xalqımızın gözünü qorxutmaq, milli oyanışın qarşısını almaq, torpaq uğrunda mübarizliyinə son qoymaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Lakin arzuları elə xain ürəklərində də qaldı. Böyük qəddarlıqla törədilməsinə baxmayaraq, bu qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, yenilməzliyi daha da artan xalq vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini bütün dünyaya bəyan etdi. O gecə qazandığımız bir şey də vardı. 20 yanvar həm də bizim müstəqilliyə gedən yolumuzu xeyli qısaltdı. Ötən əsrin 80-ci illərinin ikinci yarısında postsovet məkanında gedən ictimai-siyasi proseslər Mikhail Gorbaçovun yenidən qurma siyasəti imperiyanın modernləşməsi ilə yox, əksinə süqutu ilə nəticələndi. 80-ci illərin axırlarında Azərbaycan xalqının Sovet imperiyasının siyasətinə qarşı keçirdiyi etiraz aksiyaları tez bir zamanda milli azadlıq hərəkatına çevrildi. Gorbaçov başda olmaqla Sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Xalqın azadlıq hərəkatından təşvişə düşən Sovet rəhbərliyi bunun qarşısını almaq üçün yanvarın 19-undan 20-sinə keçən gecə Bakıya çoxlu sayda qoşun yeritdi. İmperiyanın xalqımızın azadlıq arzusuna tuşlanmış güllə və mərmilərindən 147 Azərbaycan vətəndaşı şəhid oldu. 638 nəfər yaralandı və xəsarət aldı. 841 nəfər qanunsuz olaraq həbs edildi. Dünya isə informasiya blokadasına görə Azərbaycanda dinc əhaliyə xüsusi amansızlıqla divan tutulduğundan xəbərsiz idi. Bu informasiya blokadasını ilk dəfə hadisələr baş verən vaxt Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Heç nədən qorxmayaraq, ailə üzvləri ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider keçirdiyi mətbuat konferansında bu vəhşiliyi kəskin şəkildə pislədi. Əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırdı. Sovet imperiyasının qorxusundan dünyanın tir-tir əsdiyi bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi ən əvvəl öz xalqına hədsiz sevgisinin və sonsuz sədaqətinin nümunəsi idi. Ulu Öndər bir daha sübut etdi ki, siyasətdə belə cəsarətli və qətiyyətli addımları yalnız və yalnız xalqını canından artıq istəyən dahi şəxsiyyətlər atırlar. В Баку были введены крупные контингенты
советской армии и войск МВД СССР. К чему это привело? Каким трагическим последствиям это привело, теперь уже хорошо нам известно. İstiqlalımız uğrunda canından keçməyə hazır olanların arasında dənizçilər də az deyildi. Etiraf edək ki, xalqımız üçün o ağır günlərdə dənizçilərimizin göstərdikləri şücaət də hər oğlun hünəri deyildi. Ölümün gözünə dik baxan dənizçilərimiz Sovet hərbiçilərinin təcavüzünə qətiyyətlə sinə gərməklə əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərdilər. Dənizçilər sahildə də etiraz aksiyalarına qoşulur, yaralılara yardım etmək üçün əllərindən gələni əsirgəmirdilər. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq. Onların şəhidliyinə görə fəxr edirik. Əziz şəhid bacısı, əziz şəhid yaxınları, əzizlərimiz, mən sizin hər birinizi salamlayıram. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Cənab Malik İsaqovun adından dərin hüznlə başsağlığı verirəm. Bu müqəddəs məkanda 20 yanvar şəhidlərinin duyduğu Şəhidlər Xiyabanında Qubadlının Əlqulu Uşağı kəndində olan Şahmərdonov Yadigar Yazılıoğlu'nun qəbrini ziyarət elədik. O da 20 yanvar şəhidləri kimi digər Azərbaycan torpaqları uğrunda canından keçmiş, sinəsinə güllə qabanı sipər eləmiş o şəhidlər kimi o da 20 yanvar şəhidlərdən biridir. 1990-cı il 20 yanvar tarixində 19-dan 20-sinə keçən gecə Rus qoşunlarına qarşı mərdliklə, dəyanətlə Azərbaycan azadlığı uğrunda əliyalın şəkildə Rus qoşunlarına qarşı, o tanklar qarşısında durmuş və canını fəda vermişdir. Əlimizdə qərənfil, qəlbimizdə sevgi, böyük ehtiramla onları yad edir. Şahmərdonov Yadigar Qubadlı rayonunun Əlqulu Uşağı kəndində anadan olub. O köçmüşdülər, Sumqayıtda yaşayırdılar, ancaq özü Bakıda ticarətlə məşğul idi. Bu münaqişələr başlayanda o da özünü atdı, o da alova, gənclərə qoşulurdu, torpağımız uğrunda, qeyrətli bir oğlan kimi.
özünü aparırdı. Bu Rus qoşunları erməninin əli ilə bizim torpaqlara gəlib, Bakıya gəlib, qan yaratmaq üçün Erməniyə kömək durmaq istəyirdi. O da qoşuldu onları. Canlı çəpər çəkmişdilər 20 yanvarda. Onları Rus qoşunları əzdi. Qadınlarımıza, uşaqlarımıza, ağsaqqalarımızı qırıb aradan çıxdılar. Mənim bacım oğlu da orada şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin. Onların qəbri nurla dolsun. Allah bizim başçımıza da Qubaddan başçısı Malik müəllimə, cənab Malik müəllimə də çox köməkli olsun ki, bu şəhidimizi yad eləyir, bütün şəhidləri yad eləyir. Allah kömək dursun onu, Allah can sağlığı versin. Sağ olun. Bütün işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycanın üç-rəngli bayrağı məğrur dalğalanır. Uzada dalğalan baxıb sevinək, kükrəyən sel kimi axıb sevinək, düşməni yandırıb yaxıb sevinək, layiq sənən gözəl taca bayrağım, ay mənim üç-rəngli uca bayrağım. Şərəfli yolların olsa da çətin, yayılıb hər yana şanın, şöhrətin, sən güvənc yersən bizim millətin. Sinəndə ay ulduz qoşa bayrağım, dünya yaşadıqca yaşa bayrağım. Sevincə, kədərə, aha əyilmə, heç bir hökmüdara, şaha əyilmə. Səni çox sevirəm, daha əyilmə, ən uca dağlarla qoşa bayrağım. Dünya yaşadıqca yaşa bayrağım, bəli. Şəhidlərimizin ruhu ona görə şaddır ki, bizim müqəddəs torpaqlarımızda dünyanın ən gözəl bayrağı olan Azərbaycanın rəngli bayrağı məğrur dalğalanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli